Mən Azərbaycandan gəlmişəm. Adım Seyid Rəsul Səccadidir. İşim Azərbaycanda bir neçə işin sahibiyəm. Həm müəllimlik eləyirəm, həm təbiblik, həm psixoloqluq, həm də ilahiyyatçılıqla məşğulam. Ərbəyin haqqında fikirlərimiz ta əvvəldən var, çünki mənim ilk səfərim deyil. Neçənci səfərdir ki, mən Ərbəyin ziyarətinə gəlirəm və buradakı möcüzələri, buradakı eşqi, buradakı vəhdəti, birliyi görürəm, şahid oluram. Artıqlıq var ki, heç bir naqislik yoxdur. Günü-gündən, yəni hər dəfə gəldiyimizdə daha artıq, daha gözəl, daha şövqlü bir ziyarət, daha şövqlü bir yürüş baş tutur. Və bu baş tutmada da bir çox insanların və məxsusən də Ağa İmamzamanın nəzəri və yardımı var. Onun nəzəri ilə, onun yardımı ilə, digər şiələrin də bu yönümdə birləşməyi ilə günü-gündən daha da gözəl bir turlar baş tutur, gözəl bir ziyarətlər baş tutur, gözəl bir yürüşlər baş tutur, gözəl bir xidmətlər baş tutur bu yolda. Ərbəyini bir daha dediyim kimi sözlə danışmaq olmur. Yalnız gərək gələsən, görəsən. Yəni bəzi məsələlər var ki, onu sözlə ifadə eləmək mümkün deyil. Məsələn, deyirsən ki, sevinmisən, bəli, nə qədər sevinmisən, sözlə ifadə eləmək olmur onu. Kədərlənmisən, bəli, nə qədər kədərlənmisən, sözlə ifadə olunmayan məfhumlardır bunlar. Ərbəyin də o cür məfhumlardan biridir. Ərbəyin deyiləndə nə ağla gəlir, bütün nə gözəlliklər var, hamısı ağla gəlir. Yəni, mən hansını birindən danışa bilərəm. Əlbəttə ki, nə danışsam, nə qədər danışsam azdır. Sadəcə onu görmək lazımdır. Necə ki, xanım Zeynəb Salamullah Aleyhaya sual veriləndə ki, Kərbəlada nə gördün? Xanım Zeynəb bir cavab verdi ki, mə rəaytu illə cəmilə. Mən gözəllikdən başqa heç nə görmədim. Sual verənlərə yalnız buranın gözəlliklərindən danışmaq olar. Əgər sən ağa kimi şah qapısına getmək istəyirsənsə, mütləq şəkildə Ərbəyinə getməlisən. Əgər vəhdət nədir, birlik nədir, onu görmək istəyirsənsə və başa düşmək istəyirsənsə, mütləq şəkildə Ərbəyinə getmək lazımdır. Baxırsan, dil bilməyən insanlardır, heç biri bir-birini başa düşmür zahiri dildə, amma bədən dili ilə necə gözəl şəkildə anlaşırlar. Həmən bunun özü də bir bərəkətdir, bir nemətdir. Bu da Əhl-i Beyt tərəfindən qoyulan bir nemətdir. Mən bir çox ölkələrdə, bir çox yerlərdə olmuşam. Görürsən, bir insanı nədəsə başa salmaq çox çətindir. Buradan mı qardaşlar gedirlər, qardaş, filan şeyi həll eləyə bildinmi? Bəli. Necə həll elədin? Axı, sən danışa bilmirsən, dili bilmirsən. Deyir, yox, anlaşdım. Elə mən ona dedim, o da mənə elə başa düşdüyü ki, nə demək istəyirik. Bu, bəzən heç özləri də diqqət eləmirlər. Əslində, bunun özündə, bunun içində Əhl-i Beyt əleyhissalamın bərəkəti var ki, bir-birlərini başa düşürlər, dil bilməyə. Hətta əxlaq fərqləri ola və yaxud da ki, irq fərqləri ola, din fərqləri ola. Bu qədər fərqliliyin içərisində insanların hamısı birlikdə gəlirlər, birləşirlər, vəhdət yaradırlar. Yəni, İmam Hüseyn əleyhissalamın şəhadəti bir növ bu fərqləri aradan qaldırıbdır. Fərqliliklərin hamısını yox eləyibdir və insanları birliyə səsləyib və birliyi yaradıbdır. Çox insanlar var, deyərlər ki, gəlin birlik olaq, bir yerdə olaq. Bəzi vaxtlar bir yerdə oluruq, amma birlik ola bilmirik. Bir çox yerlərdə İmam Hüseyn əleyhissalam bu birliyi bizim üçün yaradıbdır. Ən azı bunu gedib çatdıra bilər ki, birlik olmaq istəyiriksə, mütləq şəkildə Ərbəyinə gəlmək lazımdır. Mənim şəxsən öz təcrübəm bundan ibarətdir ki, həmən o qəlb xəstəliklərindən uzaqlaşmaq üçün ən böyük çıxış yolum Ərbəyindir. Bir nəfər məsumlardan birinə sual verir ki, çox sıxılıram, qəlbim çox narahatdır, nə edeyim? Həmən məsum buyurur ki, İmam Hüseynin ziyarətinə get. Yalnız bunu çatdıra bilərik ki, buradadır o axtardığımız vəhdət, buradadır o insanlara qarşı olan mehribançılıq, sevgi, hər bir şeyin başında bu dayanır, o gözəlliklərin başında bu dayanır.
və o gözəlliyi siz gəlib burada tapa bilərsiniz. İnsanlara qarşı olan qayğını, sevgini, məhəbbəti, vəhdəti, hər bir şey siz gəlib burada tapa biləcəksiniz. Mən diqqət eləmişəm dediyiniz məsələyə. Hər şeyin başında bir məsələ dayanır. Həmin məsələ Allah insanı yaradanda bir fitrət yaradıbdır. O fitrətdə bir neçə halı yaşadıbdır, yaradıbdır, düzəldibdir. Onlardan biri də insanın haqqı qəbul eləməyi və batildən uzaqlaşmağıdır. Hər hansısa bir ölkəyə, hər hansısa bir millətə gedib sual versəz o millətlərə ki, irqdən fərqli olmayaraq, dinindən fərqli olmayaraq, fitrətdə haqq düzgündür, yoxsa haqq üstündür, yoxsa batil? Əlbəttə hamısı deyəcək ki, haqq. Və fikrimcə o haqqın carçılarına bu yoldur. Ən böyük haqqı çatdırmaq üçün yol budur ki, insanlar gəlsinlər bura, buradan haqqı səsləndirsinlər. Yəni, insanları bura cəm eləyən şey haqqdır. Haqqı əyan eləməkdir, bəyan eləməkdir, insanlara çatdırmaqdır. O səbəbdir ki, istər irqi, istər dini, istər millətin, heç bir şeyin fərqi olmadan insanlar axın eləyirlər bura. Və haqqın müdafiəçisi olurlar deyə, bir amal üstündə birləşirlər deyə, orada da irqə də fərq qoyulmur, dinə də fərq qoyulmur. Hər bir kəsin üçün ki, bir mövzusu olur. Mövzu da bundan ibarətdir ki, haqq qalib gəlməlidir. Bəli, azadlığın, xilaskarlığın ən böyük yolu hələ bu ərbəyin yoludur. Bir insan tək başına nəsə bir iş görməyi çətindir. Gərəkdir ki, birləşilsin. İnsan özünü düşünürsə, ailəsini düşünürsə, gərək birləşilsin ki, bəzi batil inanclardan, batiliyyətdən, ictimai problemlərdən, ictimai fəsadlardan insan uzaqlaşa bilsin. Bunun üçün də gərək birləşsinlər. Həmin bu birləşim yolu, bu ərbəyin yolu ən gözəl bir yoldur, mən deyərdim. Hər bir yerdə, hər bir kəs üçün bu keçərlidir.